Salam, hər birinizi salamlayıram. Mən Sara müəllim. Bugün sizlərlə kvadrat köklər mövzusunun testlərinə baxacağıq. Gəlin keçək suallara. Hansı münasibət doğrudur? A variantında AB üstü üçün mötərizədə kvadratını verib. Burada mötərizə üzərində qüvvət hər zaman mötərizənin içərisindəki bütün ədədlərə, bütün dəyişənlərə aid olur. Yəni bu 2 həm A-nın qüvvətində yazılmalı idi, həm də B-nin qüvvətinə vurulmalı idi. Belə deyək, mötərizənin içərisindəki bütün ədədlərə, bütün dəyişənlərə mötərizənin üzərində qüvvət varsa vurulur, qüvvətinə vurulur. Məsələn, A-nın üzərində qüvvət yoxdur deyə, yəni A üzəri 1 kimi nəzərə alsaq, elə 1-ə də vursaq olacaqdı A üstü 2. Ona görə A səhvdir. B-yə baxıram. Burada yenə mötərizənin üzərindəki mötərizənin içərisindəki qüvvətə vurulmalı idi. Bu olmalı idi A üzəri -16. Burada da 6 yazıb. Demək görünən odur ki, topla -2 ilə 8-i toplayıb, amma yanlışdır. C variantında yenə 5 vuraq 3 olmalı idi. Bu da olmalı idi A üstü 15. C də səhvdir. D variantında nə olmalı idi? Baxın, eyni, əsaslar eynidir, qüvvətlər çıxılmalı idi. Bu olacaqdı A üstü 10. D də səhvdir. E variantında baxın, vurmadı. Vurmadı deyə 5 ilə -19-u toplayacağım. Bu da olacaq A üstü -14. Baxıram ikinci suala. Uşaqlar, ikinci tip suallarda baxın, kök altında 15 ədədinin hansı iki tam ardıcıl ədəd arasında yerləşdiyini soruşur. Biz bunu tapmaq üçün şərt o deyil ki, siz kök altında 15 hansı iki ədəd arasında yerləşir onu tapasınız. Siz 15-ə ən yaxın olan hansı ki kök çıxan ədədi yazırsınız. Məsələn, mənim ağlıma gəlir kök altında 15-ə ən yaxın ədəd kök altında 16 gəlir. Kök altında 9 da var. 15-dən kiçik kök altında 15-ə yaxın. Amma mən onu yazmaya da bilərəm. Amma gəlin yazaq. Kök altında 9'dur. Kök altında 9'dan 3 çıxır. Kök altında 16'dan da çıxır 4. Deməli 15 də 3 ilə 4-ün arasında yerləşir. Bu da olacaq B variantı. Baxın uşaqlar, mən 9'u yazmaya da bilərdim. Əgər siz ağlınıza həmin ədəddən kiçik bir ədəd ağlınıza gəlmirsə, yəni imtahandasınız, ancaq bir ədəd tapmısınızsa problem deyil. O ədədi yazırsınız, kökü çıxardırsınız. Əgər həmin ədəd bu mənə verilən ədəddən böyükdürsə, deməli həmin ədəd bir o ədədin, bir də o ədəddən bir vahid kiçik ədədin arasında yerləşəcək. Eyni qaydada da həmin ədəddən kiçik ədəd siz tapmısınız. Böyük ədəd əgər ağlınıza gəlmirsə, yenə həmin o kiçik ədədi götürürsünüz, bir də həmin ədəddən bir vahid böyüyü götürəcəksiniz. Baxıram 3-cü suala. İndi kök altında 27. Mən kök altında 27-ni tapmaq üçün fikirləşirəm ki, kök altında 27-yə ən yaxın olan kök çıxan ədəd kök altında 25-dir. Burada da kök altında 27 var. 25-dən 5 çıxır. 27 5-dən böyükdür də. Yəni deməli 5-dən 6-nın arasında yerləşəcək. 6'nın da kvadratı olacaq kök altında 36. Burada da olacaq ki, ardıcıl tam ədəd arasında deyəndə də yazacağım 5 və 6. Amma əgər sizdən soruşsaq ki, bu ədədin tam hissəsini tapın, o zaman özündən kiçik ədədə baxasınız. Özündən kiçik ədəddən kök neçə çıxırsa, həmin ədəd olacaq o ədədin tam hissəsi. Kəsir hissəsini soruşanda da həmin verilən ədəddən o tam ədədi çıxacaqsınız. İndi o tip suallarla qarşılaşanda daha ətraflı izah eləyəcəm. Baxın 4-cü sualda kök altında. Kök altında 0,81-dən çıxır 0,9 vuraq. 25-dən çıxır 5. 0,16-dan da çıxır 0,4. Bunları da bir-birinə vuranda 5 ilə 0,4 olacaq 2. 0,9'u da 2'yə vuracağım. Olacaq 1,8. Yəni B variantı. 5-ci sual. 5-ci sualda kök altında 50-ni mən yazıram. Yenə ümumi kökün altında və yaxud da ayrı-ayrı kökün altında yaza bilərəm. Kök altında 50-ni 2 vur 25 kimi yazıram. 49'dan da elə kök çıxdığına görə 49'dan kök çıxır neçə? 7. Yazıram məxrəcdə 7. Yenə surətdə baxın bu 25-dən kök çıxır, 5 çıxır. 2 isə kökün altında qalır. Məxrəcdə də olacaq 7. Bu da olacaq nə? 7-də 5 kök altında 2.
6-cı suala baxırıq. 6-cı sualda baxın, 36-dan kök çıxır 6. Kökün altında olacaq nə? 3 üstə gəl 6. Burada da olacaq kök altında 9. Buradan da çıxır 3. Bu da olacaq D variantı. İndi baxıram 7-ci suala. 7-ci sualı mən müxtəsər vurma düsturunda əsasən yazacağım. Bir dəfə baxın, iki ifadənin kvadratının fərqidir. Bu halda biz nə edirdik? Bir dəfə cəmini yazırdıq, bir dəfə fərqini yazırdıq. Məsələn, biz bu kvadratlarla bəzi uşaqlar yanlışlıqla burada elə kök altından çıxardıb kvadratı olduğuna görə 35 çıxaq 28 yazırlar. Amma elə olmur, çünki burada toplama çıxmada o şəkildə biz kvadratları silə bilmərik. O ancaq vurmada, bölmədə ola bilər. İndi biz bir dəfə yazacağıq 35 çıxaq 28. Bir dəfə də yazacağıq, vuraq 35 üstə gələk 28. Aha, yenə kökün altında 35-dən 28 çıxıram, olur 7. Vuraq 35-in üstə 28 gəlirəm, olacaq 63. Kökün altında. Baxın uşaqlar, indi mən burada 7-ni 63-ə vurub 441 ala bilərəm və mən bilirəm ki, 441-dən də kök 21 çıxır. Amma deyək ki, imtahanda siz bu şəkildə aldınız və fikirləşirsiniz ki, görürsən 441-dən neçə çıxırdı, unutmuşsunuz, bir variantlarda yerinə qoyub hesablamaq sizə vaxt itkisinə səbəb ola bilər. O zaman siz bunu nə cür yaza bilərsiniz, rahat olsun deyə. 7-ni yazıram, vuraq 63-ü 7 vuraq 9 kimi yazırıq. Bu zaman bilirik ki, 2 dənə ədədi bir-birinə vururamsa kökün altında, həmin ədədlərdən biri kökün altından çıxır. Yazıram 7 vuraq 9-dan da 3 çıxdığına görə olacaq 7 vuraq 3, yəni 21. Yəni həmişə çalışın, nəyisə hesablayanda, nəyisə yolunu yəni tez çata biləcəyiniz yolla gedin. Yəni çünki siz imtahanda sadəcə biliyiniz yox, həm də siz orada zamanla yarışırsınız. Vaxtdan düzgün istifadə etmə bacarığınız da sizdə olmalıdır ki, siz potensialınızı maksimum ortaya çıxarda biləsiniz. Aha, indi keçirik 8-ci suala. 8-ci sualda uşaqlar, 7-ni yazdıq, 8-i yazırıq. Gəlin aşağıdan yazaq. 8. İndi baxın uşaq, 8-də 2 kök altında B, üstə gələk 6 kök altında B yazılıb. Bu da bizim kök altı ifadəmizin digər qaydasıdır. Ümumiyyətlə, əgər 2 kökün eyni, 2 dənə eyni kökdürsə, biz o zaman əmsalları toplayırıq. Aha, burada 6-dır. Sadəcə biz əmsalları toplayırıq 2 ilə 6-nı. Olacaq 8. Yazıram bura 8. Aha, B-ni də olduğu kimi yazıram. Sadəcə kök altında B. Çünki hər ikisi eyni kökün altında olduqlarına görə, eyni dəyişən olduğuna görə bu şəkildə olacaq. Bu da olur 8 kök altında B. İndi baxıram 9-cu suala. 9-cu sualda yenə 3, baxın, indi mən təzədən burada 3-də, 4-də, 3-ü ayrı kəsir kimi yazım. Bunları eyni bir kökün altına salaq kimi üsullardan istifadə eləməyəcəm. Olduğu kimi yazıram. Baxın. Kök altında 49, məxrəcdə də kök altında 99. 99 ilə 44-ün neçəyə ixtisar eləmək olur? Təbii ki, baxan kimi görünür ki, 11-ə bölünür hər ikisi. 11-ə böləndə yenə 3-də 4-ü yaz, daha doğrusu bu 4-də 3-dür. Baxın, 11-ə ixtisar eləyəndə burada qalır. Bax, kök altında 99, 11-ə ixtisar gedir. Burada olur kök altında 9 qalır, sürətdə də qalır kök altında 4. İndi mən nə edirəm? 4-də 3, burada vuraq. Kök altında 9-dan 3 çıxır, vuraq. Kök altında 4-dən 2 çıxır, bərabərdir. 3-lər gedir, 4-lə də 2 gedir, 2, 1 qalır, 2-də 1. 10-cu sual. 10-cu sualda uşaqlar, baxın, sadəcə 18-i 2-yə bölürəm. Neçə eləyir? 9 eləyir də. Burada da ikisi də kökün altında olduğuna görə mən yazıram kök altında 9. Kök altında 9-dan da çıxır 3. Belə. Baxın, indi 11-ci suala. Kök altında 7 ilə kök altında 7 gedir. Heç nə qalmır. Qalır 21-də 7. 21-lə də 7, 7-yə ixtisar gedəndə burada qalır 3, burada da qalır 1. Bu da olacaq 3-də 1. 3-də 1, yəni A variantı. İndi baxırıq 12-ci suala.
12-ci sualda mən necə eləyirəm? Baxın uşaqlar, 4 vuraq 10 üstü mənfi 3-dür. 10 üstü mənfi 3 nə deməkdir? Biz bu zaman əgər üzəri mənfidirsə, qüvvətinə baxıram. Qüvvətində neçə yazılıbsa, həmin qədər vergül sola sürüşdürürəm. Və yaxud da sizə bu şəkildə izah eləyim. Yəni mən 0 yazıram, vergül atıram. Mən baxıram qüvvətə. Qüvvətdə 3-dürsə, söhbət mənfidən gedir. Mən vergüldən sonra 3 dənə rəqəm yazıram. 1, 2, 3. Üçüncü rəqəmin bilirəm ki, buradakı 4 olacaq. 4'üm var. 3 dənə rəqəm olması üçün qarşıya 2 dənə 0 atıram. Üstə gəl, 2-ni vururam 10 üstü mənfi 1-ə. Deməli 1 vergül sola sürüşdürəcəm. Bu olacaq 0 tam 10'da 2. Görürsünüz, vergüldən sonra bir dənə rəqəm gəldi. Mən uşaqlara bu cür izah edirəm, başa düşülsün deyə. İndi burada 10 üstü müsbət 2-dir. Müsbət 2 olduğuna görə ədədin yanına 2 dənə 0 artıracağam. Olacaq 3, 2 dənə 0 yanında. Burada da 5 var idi. Üstə gəl 5. Bu da olacaq 305. İndi üstə gəl 305'i yazıram. Baxın, mən bunu necə hesablayıram? Gəlin alt-alta hesablayaq. 0 tam 1000-də 4'ün üstünə biz 0 tam 10'daki necə gəlirik? Hesablayanda həmişə vergülü vergülün altından yazıram və hesablayıram. Aha, burada 0,2'dir. Baxın, 4 aşağı düşür olduğu kimi. Bu 0 da gəlir düşür aşağı. Burada 0'dır, 2'dir. Rəqəm varsa rəqəmin, yəni hansısa bir natural ədəd. 2 də düşdü aşağı. Baxın, vergülü vergülün altından yazdım 0. İndi uşaqlar 0 tam 1000-də 204 oldu. Bax, bu ikisinin cəmi. İndi üstünə 305 gəlirəm. Bilirəm ki, 305 də tam ədəddir. Mən nə edirəm? Bərabərdir. 305'i yazıram. Vergül atıram. Bu vergüldən sonraki ədədləri köçürürəm bura. Bu da olacaq 305 tam 1000-də 204. Olacaq Y variantı. İndi uşaqlar 13-cü sual. 13-cü sual. İndi isə 13-cü sualı yazırıq. Baxın, 5 vuraq 10 üstü mənfi 3. Mən 0 yazıram, vergül atıram. Elə eləməliyəm ki, vergüldən sonra 3 dənə rəqəm gəlsin. Mən də bilirəm, burada bir dənə rəqəmim burada var. Deməli, 3 dənə rəqəm olması üçün mən 2 dənə 0 əvvələ əlavə eləməliyəm. Həmin rəqəmi də yazıram. Üstə gəl, 3 vuraq 10 üstü mənfidir və 2'dir. Yenə 0 atıram, vergül atıram. Vergüldən sonra 2 dənə rəqəm gəlməlidir. Çünki 2 var üst qüvvətində. Yenə yazıram 0, 3. Üstə gəl, 2, üstə gəl, 2'nin üstünə gəlirəm. Baxın, onun üstü 2'dirsə 2 dənə 0 əlavə edəcəm 4'ün yanına. Olacaq 402. Üzərinə 402'ni gəlirəm, bərabərdir. Yenə 0 tam 1000-də 5'in üstünə gələndə 0 tam %3. Baxın, vergülü vergülün altından yazdım. Bu sondan başlamadım. 3'ü belə yazıb bu şəkildə. 5'i düşürürəm aşağı. Yenə buradan 3 gəlir, 0 gəlir. Vergül atıram yenə. İndi baxın, 401'in üstünə gələndə 401 özü tam ədəd olduğuna görə vergül atıram. Burada vergüldən sonraki ədədi yanına köçürürəm. 0,35. Bu da olacaq B variantı. İndi baxırıq 4-cü suala. Ən böyük ədədi göstərin uşaqlar. Bizim bu tip suallarda əgər kökün altındakı ədədimiz 1-dən böyükdürsə, biz burada nə edirik? Dərəcəsi ən kiçik olan ədədi ən böyük götürürük. Amma əgər bizə kökün altında verilən ədəd 0 ilə 1'in arasında yerləşirsə, biz dərəcəsi ən böyük olanı ən böyük ədəd kimi götürəcəyik. Burada da olacaq ən böyük dərəcə 6 olduğuna görə C variantı. 15-ci sualda da yenə ən böyük ədədi soruşur. Baxın, artıq burada dərəcələr eynidir. Kökün altındakı ədədlər fərqlidir. Dərəcələr eynidirsə, kökün altında ən böyük ədəd olan bizim ən böyük ədədimiz olacaq. İndi 18'də ən kiçik ədədi soruşur. Baxın, kökün altındakı ədədlər eynidir və 1-dən böyükdür. Bu halda mən dərəcəsi ən kiçik olan ədədi ən böyük ədəd götürəcəm. Amma mən burada indi məndən ən kiçiyi soruşur. Ən kiçik ədədim dərəcəsi ən böyük olan ədəd olacaq. Yəni D variantı. Nəyə görə? Çünki kökün altındakı ifadə 1-dən böyükdür. 1-dən kiçik olanda isə biz tərsinə yazırıq. Yəni 14'ü elədiyimiz kimi. 17-ci sual ən böyük ədədi göstərin. Yəni kökün altındakı ədədlər 1-dən kiçikdir. 1-dən 0'ın arasında yerləşdiyinə görə ən böyük ədədi tapmaq üçün dərəcəsi ən kiçik olan ədədi
ən böyük, dərəcəsi ən böyük olan ədədirsə, daha doğrusu ən kiçiyi ən kiçik, dərəcəsi ən böyük olan ədədim olacaq ən böyük ədəd. Nəyə görə? Çünki kökün altındakı ifadə 1-dən kiçikdir, yəni 0 ilə 1-in arasındadır. Aha, indi 18-ci suala baxırıq. 18-ci sualda mən nə edirəm? 4 kök altında 18-dir. Yazıram 4 vuraq kök altında. 18-i mən 2 vur 9 kimi yazıram. Çıxaq kök altında. 32-ni mən yazıram 2 vur 16 kimi. Çıxaq 8-i də yazıram mən kök altında 2 vur 4 kimi. Yəni sadə ədədlərə bölürük adətən. Yazıram, baxın indi burada 9-dan kök altında 9-dan 3 çıxır, qabağa gəlir və bu kökün qarşısındakı ədədə vurulur. Yazıram 4 vur 3, 2 kökün altında qalır. Çıxaq, burada 16-dan 4 çıxır, yenə 2 kökün altında qalır. Çıxaq, 4-dən də 2 çıxır, digər 2 kökün altından çıxa bilmir, qalır orada. Burada da 4 vuraq 3, bu olur 12 kök altında 2. Bunları da hesablayanda 4 çıxıram, sonra 2 çıxıram, olacaq 6 kök altında 2. Bu da olur A variantı. Baxıram 19-cu suala. 19-cu sualda yazıram. Yenə 4 vuraq kök altında. Baxın bu 45-i mən 9 vuraq 5 kimi yazıram. Üstə gəl. Kök altında 20-ni 4 vur 5 kimi yazıram. Üst çıxaq. 2 vur 80-i də kök altında 80-i 16 vur 5 kimi yazıram. Baxın uşaqlar, indi siz belə fikirləşə bilərsiniz ki, müəllim, bəs kök altında 80-i mən 4 vur 20 kimi də yaza bilərəm. 2 vur 40 kimi də yaza bilərəm. Yəni müxtəlif formada yaza bilərəm. Nəyə görə 16 vur 5 kimi yazdıq? Mən elə ədədlər şəklində yazmalıyam ki, biri sadə ədəd olsun, digərindən kök çıxsın. 16-dan məsələn mən bilirəm ki, kök çıxır. İndi deyə bilərsiniz ki, bəs 4 vuraq 20-də 4-dən də kök çıxır. Amma mən deyə bilərəm ki, 20-ni də biz daha da sadələşdirə bilərik və digər variant nədir? Siz tutaq ki, imtahandasınız, bilmirsiniz ki, mən bu ədədi neçənin hansı iki ədədin vuruğu şəklində yazdım. Siz variantlara baxanda, baxın, variantlarda görürsünüz ki, bax, hamısında 5 kökün altında qalıb. Deməli, mən bu ədədləri də 5-in vuruğu şəklində yaza bilərəm. Bir-bir ədədləri 5-ə bölürsünüz və yazırsınız 5 vuraq, nə bilim, 9, 80-i 5-ə bölürsünüz, 16 eləyir. Deməli, 16 vuraq 5 kimi yaza bilərəm. Yəni, variantlar da sizə ipucu verə bilir imtahanda. İndi 9-dan çıxır 3, mən 3-ü vururam bu 4-ə. 5 qalır kökün altında, üstə gəl. 4-dən burada 2 çıxır, yazıram 2 kök altında 5, çıxaq. Bu 16-dan da 4 çıxır, 2 də burada var idi, 2-yə vururam bu 4-ü, yazıram kök altında 5. Bərabərdir, 4 dəfə 3 eləyir 12, bura 12 yazaq, 2 dəfə də 4 eləyəcək 8. Aha, burada olacaq 14, çıxıram 8, olacaq 6 kök altında 5. Yəni B variantı. İndi baxırıq 20-ci suala. Yenə 20-ci sualda mən nə edirəm? 2 vuraq kök altında 147. İndi mən 147-ni mən hansı 2 ədədin vuruğu şəklində yaza bilərəm? Yenə baxıram ki, mən digərlərini 12-ni baxın, mən əgər 4 vur 3 kimi yazıramsa, 27-ni də 9 vur 3 kimi yazıramsa, deməli 147-ni də hansısa bir ədədin 3-ün 3-ün hasil şəklində yaza bilərəm. Və yaxud da yenə variantlarda baxıram ki, hamısında kök altında 3 qalıb. Ona görə mən deməli 147-ni 3 vuraq hansısa ədədin hasil şəklində yaza bilərəm. Bu olacaq 2 kök altında 147-ni 3 vuraq 49 kimi yazsam, çıxaq, 3 vuraq 12-ni 4 vur 3 kimi yazsam, çıxaq, 3 vuraq 27-ni də yazıram, 3 vur 9 kimi. İndi nə olur? Burada 49-dan 7 çıxır. 7-ni də vururam 2-yə. Baxın, yazıram ki, biləsiz, kökün altında 3 qalır, çıxaq, 3, baxın, 4-dən 2 çıxır, yazıram 3 vuraq, 3-ü vururam 2-yə. Kökün altında 3 qalır, çıxaq. Burada 9-dan da çıxır 3. Gəlir buradakı 3-ə vurulur. Olur 3 vur 3, kök altında 3. Bərabərdir. Burada olacaq 14 kök altında 3, çıxaq. 6 kök altında 3, çıxaq. 9 kök altında 3.
Burada da hesablayanda 8, 8-dən 9 çıxanda olacaq mənfi kök altında 3. Bu da olur C variantı. İndi keçirik 21-ci suala. Baxın uşaqlar, indi 21-ci sualda görürsüz kökün altında var. İndi mən variantları sizə son çıxış yolu olaraq verdim. Təbii ki, bu sizə açıq sual formasında da düşə bilər. İndi gəlin neyniyək? Məsələn, B variantında kök 3 kök altında 15 verib. Məsələn, bu heç vaxt ola bilməz. Nəyə görə? Çünki mən o vaxtı kök altında 15 alınar ki, hansısa bir ədəd vuraq 15 yazsam. İndi mən 150-ni 10 vuraq 15 kimi yaza bilmərəm. Çünki bunların heç birindən kök çıxmır. Aha, indi gəl yazaq. 24-ü mən 4 vuraq 6 kimi yaza bilərəm. Çıxaq kök altında. 96. Əgər bunu 6-ya vurdumsa 96-nı 6-ya bölürəm. Görüm 6-ya bölünürmü? Həqiqətən də 96 6-ya bölünür. Olacaq 6 vuraq 16. Çıxaq 150 özü də 6-ya bölünür. 150 6 vuraq 25 kimi yaza bilərəm. Bu zaman nə olacaq? 5 vuraq 4-dən 2 çıxır. 2 kök altında 6 çıxaq. 16-dan 4 çıxır. 4 kök altında 6 çıxaq. 25-dən də 5 çıxır. 5 kök altında 6 bərabərdir. 5-i 2-yə vuranda 10 eləyir. Elə bura 10 yazıram. 10 kök altında 6 çıxaq. 4 kök altında 6 çıxaq. 5 kök altında 6. Burada da olacaq kök altında 6. Yəni baxın uşaqlar, bu tip misallarda kök altındakı ədədlər eynidirsə, sadəcə əsas əmsalları toplayıram, çıxıram, birini yazıram kök altında neçədirsə, həmin ədədi də yazıram yanına. İndi 22-ci suala baxırıq. A sıfırdan böyük olduqda ifadəni sadələşdirin. A sıfırdan böyükdürsə, yenə biz baxın, bu 4 ilə 4-cü dərəcədən kökü islah eləyə bilərik. Burada olacaq 3A çıxaq. Baxın, buradan A qalır. 4 ilə kök 6 getdi. Çünki eyni dərəcədəndir. 3 çıxaq, 3A çıxaq olacaq. Bu da olacaq 2A. 23-cü sualda uşaqlar artıq A sıfırdan kiçikdir. A-nın sıfırdan kiçik olması o deməkdir ki, modulda A-dan mənfi A çıxır. Və biz onu da bilirik ki, kökün altındakı ədəd əgər cüt dərəcədəndirsə, buradan heç vaxt yəni həmin ədədin modulu çıxır. İndi mən baxıram ki, 6-dır, cüt dərəcədəndir. Bu 6 ilə bu kök 6 gedəndə olacaq 2A üstəgəl modulda A. Mənə də verilən şərtə əsasən baxıram ki, modulda A mənfi A çıxır. Ona görə mən yazıram 2A üstəgəl mənfi A. Bu da olacaq 2A çıxaq A. Bu da olacaq A. Bu da olur A variantı. Baxaq 24-cü suala. Baxın, burada B sıfırdan böyükdürsə, bizə fərq yoxdur. Elə B-nin özü qalacaq. Eyni dərəcədən olduğuna görə kök 6 ilə 8 gedir. Burada qalır 24-cü sualda 3B çıxaq B. Bu da qalır 2B. Yəni B variantı. 25-ci sualda baxın, A B sıfırdan kiçikdirsə, demək modulda B-dən nə çıxır? Mənfi B çıxır. O zaman mən 25-ci sual necə yazıram? Bu 10-dan bu kök gedir, qalır 2B, üstə gələk modulda B. Mən də bilirəm ki, modulda B-dən mənfi B çıxır, olacaq 2B çıxaq B, bu da olacaq B. Daha doğrusu burada uşaqlar 5B idi, 5B çıxaq B, olacaq 4B. Aha, 26-cı sual. 26-cı sualda soruşur irrasionallıqdan məxrəcini azad edin. Bu tip suallar buraxılış imtahanına da düşür. Ümumiyyətlə, kəsrin məxrəcini irrasionallıqdan azad etmək üçün qoşmasına vurmaq lazımdır. Əgər sadəcə bizə bu şəkildə verilibsə, toplama çıxma şəklində verilməyibsə, biz həmin ədədin özünə vururuq. Yəni, mən nə edəcəm? 2 kök altında 3-ü vururam 2 kök altında 3-ə. Mən əgər kəsrin məxrəcini hansısa ədədə vurdumsa, mütləq
Surəti də həmin ədədə vurmalıyam. 3-ü də vururam. 2 kök altında 3-ə bərabərdir. Bu tip suallarda nə edirik? Baxın, toplamada əmsalları vurduq. Kök altında olduğu kimi yazdıq. Amma vurmada hamısını bir-birinə vururam. Bu 2 2-yə vurulacaq. Olacaq 4 kök altında 3 kök altında 3-ə vurulacaq. Olacaq elə 3-ün özü. Burada surətdə də 3-ü 2-yə vururam sadəcə. Çünki yəni bu da sadəcə bir əmsal şəklindədir. Surətdə də olacaq 6 kök altında 3. Burada da nə olur? Elə gəlin 3 ilə 6-nı ixtisar eləyək. Burada 1, burada 2. 4-dən də 2 ixtisar gedəndə burada 2. Yuxarıda qaldı kök altında 3. Məxrəcdə də 2. Bu da olacaq B variantı. 27-ci sual. 27-ci sualda da yenə kəsri məxrəcini rasionallıqdan azad etmək üçün nə etməliyəm? Yenə məxrəci elə özünə vurmalıyam. 4 kök altında 7-ni vururam məxrəcdə. 4 kök altında 7-yə, surəti də məxrəci nəyə vurdumsa həmin ədədə vurmalıyam. Bərabərdir. Məxrəcdə 4 dəfə 4 28 vuraq. Kök altda 7-ni kök altda 7-yə vuranda özünü yazıram. Həmişə 2 dənə kökün altında eyni ədəd olanda bir-birinə vuranda biri çıxır kökün altından. Surətdə də olacaq 28 kök altında 7. Baxın, kök altında 7 surətdə olduğu kimi qaldı. Daha doğrusu 4'ü 4'ə vurub mən 7-yə vurmaq fikirləşmişəm. Bu olacaq 16. 16 vuraq 7. 16 ilə 28 4-ə. Gedir burada qalır 4, burada qalır 7. Bu 7 ilə də 7 gedir. Məxrəcdə qalır 4, surətdə də qalır kök altında 7. Bu da olacaq A. Aha, 28-ci suala baxıram. 28-ci sualı necə eləyə bilərik? Yəni bunun bir neçə yolu var, amma yəni biz ya 9-onda 6 vuraq, 10 üstü 15-i məxrəcdə yaza bilərik. Ümumiyyətlə uşaqlar 10 üstü 15 biz bunu bu şəkildə də yaza bilərik. Gəlin belə yazaq 28-ci sualı. 9,6 vuraq 10 üstü mənfi 15. Gəlin məxrəcdə 3,2 vuraq 10 üstü mənfi 18 yazaq. Burada 9,6 ilə 3,2 gedir, qalır 3. Bu tip suallarda uşaqlar böyüyün modulundan kiçik modulunu çıxırsınız. Əgər birini surətdə, birini məxrəcdə yazdınızsa, yazacaqsınız 10 üstü 3. Baxın, mən 10 üstü mənfi 3 yazmadım. 10 üstü 3 yazdım. İndi mən bunu digər yolunu da izah edeyim sizə. Məsələn, mən yaza bilərəm 9,6 vuraq. 10 üstü mənfi 15 nə deməkdir? Yəni 1 bölək 10 üstü 15 deməkdir. Mənfi olduğuna görə tərsini yazdım. Bölək yazsam yazacaqdım. 3,2-də bu şəkildə yazacaqdım. İndi mən bunun tərsini yazacağım. Vuraq, tərsinə vuracağım. 3,2 surətdə yazacağım 10 üstü 18. Burada da 3,2 ilə 9,6 gedir. Burada 3 qalır. Baxın, 15 ilə də 18 gedəndə böyükdən kiçiyi çıxıram. Burada qalır 10 üstü 3. Bu da olacaq 3 vuraq 10 üstü 3. 29-cu sual. 29-cu sualda yenə mən nə edirəm? 2,8 vuraq 10 üstü 3. 10 üstü 3 yazıram. İndi yazıram vuraq 2,5 vuraq. İndi mən baxın tərsini yazıram. 10 üstü 5-də 1 yazdım. Nəyə görə? Çünki üzəri mənfidir. 10 üstü 5 ilə 10 üstü 3-ü ixtisar eləyəndə əsaslar eynidirsə, üstlərini böyükdən kiçiyi çıxıram. 5-dən 3 çıxacam. Burada qalır məxrəcdə 10 üstü 2. 2,8-i vururam 2,5-ə. Burada olacaq 7 vuraq 1 bölək 10 üstü 2 məxrəcdədir. İndi belə bir cavab olmadığına görə baxın, məxrəcdədirsə, mən əgər bunu 7-nin yanında yazmaq istəsəm 10 üstü mənfi 2 yazacağam. Bu da olacaq D variantı. İndi baxıram 30-cu suala. 30-cu sualda kök altında belə bir ifadə verib mənə verir ki, A sıfırdan kiçik olduqda. A əgər sıfırdan kiçikdirsə, bu o deməkdir ki, modulda A-dan mənfi A çıxır. İndi burada A-nın kvadratı olduğuna görə
Kökün altından A-nın özü modulda çıxacaq. 16-dan çıxır 4, yazıram 4, vuraq. A modulda A olacaq. B də kökün altında qalır. Nəyə görə? Çünki B-nin dərəcəsi bu kökün dərəcəsindən eyni deyil və yaxud da bölünmür. B-nin üzəri 1-dir, bu ikinci dərəcədən kökdür. Ona görə B kökün altından çıxmır. B-nin dərəcəsi, indi B-ni yazdım. Burada nə olacaq? Baxın, modulda A-dan mənfi A çıxdığına görə bu mənfi qabağa gələcək. Olacaq -4A kök altında B. Bu da olacaq D variantı.